Xalidə xanım, gəlirik növbəti söhbətlərimizə. Bizim ən çox sevdiyimiz, həm gözəl filmdir, həm ağır filmdir, Tütək səsi filmi. Və bu həqiqətən də Rasim Ocaqovun belə bir gözəl şedevrdir ki, müharibə mövzusu, müharibə yoxdur orada, amma müharibənin ağrı azısı var. Müharibəni gözləri ilə yaşayan insanlar. Sizin orada hər bir aktyor, hər biriniz gözünüzdə elə bir ki, orada da müharibəni yaşayırsınız. Demək, Tütək səsi filmi bu yaxınlarda keçən il idi, təqdimatı oldu yenə Azərbaycan Kino Teatrında. Kino İttifaqı bu tədbiri təşkil elədi. Və mən bir də baxdım o filmə. Bir də baxdım və doğrudan da orada elə dəhşətli hadisələr baş verir ki, orada dəhşətli ailə zəminində, ailədə baş verən hadisə gəlib müharibəyə bağlayırlar. Yəni, müharibənin arxa cəbhədə törətdiyi faciələr, hətta müharibə dəyərlərimizə qədər bizi məhv eləyir. Yəni, müharibə elə bir axmaq bir hadisədir ki, elə bir ziyanlı bir hadisədir. Hətta nəinki, məsələn, fiziki cəhətdən çörəksiz qalırsan, duzun yox, qəndin yox, çayın yox, iqtisadi böhran olur da müharibə olanda. Hətta mənəvi dəyərlər də məhv eləyir. Yoxsa ki, o iki oğul anası. O mövzu bugün təzəlik ki, mən onu anlamışam. Mən onu qəbul edə bilmirəm. Azərbaycan qadını, iki oğul anası. O yaşda oğlanlar var, evlənməli yaşında. Və həyat yoldaşı da müharibədəykən. Bəlkə də ölüm gəlib, amma o tək deyil ki. Ümid var axı. Deyirsən, nə olsun, məktubdur da gəlib, qayıdacaq. Milli onu deyir də. Əskər gəlir, film də simvolik bitir də. O evə kişi salmazdı. Heç bir Azərbaycanlı qadın onu eləməzdi. Eləməzdi və mən buna heç vaxt inanmaram. İnanmaram, amma bu gətirib elə şeyə çıxardır ki, bu kinodur da, kino yaradıb bu Rasim Ocaqov. Allah qəni rəhmət eləsin ki, müharibənin törətdiyi faciədir. Fəsadlar. Onun heç bir şəxsə, yəni millətə adiyyəti yoxdur. Hər yerdə bu baş verə bilər. Yəni, müharibə budur. Şəkli budur müharibənin. Siz bir milli olaraq orada axırda gələn əskərin kim olmasını istəyərdiniz? O, Ağsaqqal, Məmməd Rza Şeyxsamalovun qəhrəmanı, onun övladının gəlməsi, yoxsa o uşaqların atası Muxtarın? Çətin məqamdır. Çətin sualdır. İkisi də gəlsəydi daha yaxşı olardı. Amma orada bir nəfər gəlir. Şeyxsamalovun. Hətta necə kövrəlirəm mən o epizoda baxanda, o ruhani havası olur. 9 dublə çəkilib o, 9 dublə. Hər dublədə Şeyxsamanov rəhmətli ağlayırdı. Biz də baxırdıq ona. Mənim üçün də ağlamaq çox çətindir. O vaxtı çətin idi ki, mən bilirdim burada ağlamalıyım. Ay Allah, həyəcan keçirdim ki, necə ağlayacağım, görən alınacaq məndə, görən alınacaq. O proses çox şeydir, konsentrə olmalısan da. Kino ümumiyyətlə konsentra sənətidir. O məqamda sən o vəziyyəti verməlisən. Siz o məqamda oradaydınız, yoxsa ayrı çəkilmişdi? Yox, baxırdıq biz. Bizi də çəkirdilər onda. Hələ nəzərə alsaq ki, Məmməd Rza Şeyxsamanov özü çalmırdı təbii ki o sazı. Amma elə bil özü çalmır. Amma elə bil necə o enerjini ötürə bilib? O dövrün sənətkarları, ümumiyyətlə. Hər dəfə özü də ağlayırdı. Hə, özü də deyirdilər ki, mən bilmirdim, oğlanları, uşaqları yığırdı ətrafına. Onlarla elə birlik yaratmışdı, onlarla söhbətlər eləyirdi. Onlara, məsələn, gələcək həyatları haqqında müraciət eləyirdilərsə, məsləhət verirdi. Çox xeyirxah bir insan idi. 9 dublün 9'unu da ağladı Rasim müəllim.
Rasim müəllimin ilk sərbəst şeydi də. Bəli, bilirəm. Ona görə çox məsuliyyətlə yanaşırdı. Hər şeyə məsuliyyətlə yanaşırdı. Ümumiyyətlə bütün aktyorlar orada gözəl oynayıb və Mixail Valantir. O elə mədəni insan idi, sakit. Onun ünsiyyətdə olmuşsunuz orada. Çəkiliş zamanı, çəkilişlə normal, yox. Bizim səhnələrimiz yox idi. Bizim səhnələrimiz yox idi, amma çəkiliş vaxtı elə olurdu ki, iştirak edirdik, gözləyirdik öz səhnəmizi. Onda görürdük, baxırdıq. Yəni, elə bir fiziki malik idi ki, quruluşa. Özü hər şey danışırdı, bir baxışı, sakit baxışı hər şey danışırdı. Çox mülayim, sakit, konfliktsiz. Həqiqətən, çox istedadlı aktyor idi. Onun o filmləri var, Qaraçı filmi var. Bəli. Hətta suallar vermişlər. Mən görsən, çox zənglər olur, müsahibə verirəm. Həmişə çalışırlar ki, mən qaşıyam oradan bir qan axmayan yerdən qan çıxardam da. Məndə də yoxdur, mən uca bilirəm nə eləmək lazımdır. Deyir, niyə, məsələn, bizdə elə aktyor yox idi ki, çəkilsin, niyə onu çəkiblər? Dedim, biz o vaxtı bir dənə dövlətimiz vardı, o da SSR. Hamımız SSR ilə bizim iqtisadi əlaqələrimiz, mədəni əlaqələrimiz, istəyir kino, istəyir teatr, istəyir nə bilim, musiqi, hər şey bir-birimizə bağlıydıq. Bir-birimizdən aktyor qəbul edirdi, bir aktyor verirdi. Rasim Balayev nə qədər xaricdə çəkilib, Akif Əli nə qədər çəkilib xaricdə. Məni dəvət eləmişlər. Getdim, orada elə darıxdım ki, bir günə getmişdim. Qaydanda dedim, mən bir də bura gəlməyəcəm. Afaq var idi, qızım vardı, çox darıxırdım. Sonra çağırdılar, syomkaya getmədim. Dedim, yox, mən Bakıda çəkiləcəm. Xalidə xanım, mən fikirləşirəm ki, kimlər ki dəvət olunub, onların hər biri öz işini yaxşı, layiqincə görüb. Mütləq. Və fikirləşin, bəyənirdilər bizim aktyorları. Müsyo Jordanda Sergey Yuskini oradan çıxarsaz, o film zəif görsənməz. Yəni, biz o hərəsinin öz yeri var. Hətta mən deyərdim ki, bu günlərdə mənə zəh vurmuşdu, çox sevindim. Ad günü filmindəki o başroldakı David Uplisaşvili. Mən belə WhatsAppda da yığmışdım məni, belə özümü itirdim. Yəni, o da o obrazın haqqını verib. Həqiqətən, sadəcə bir nəfər mənə filmlərimizə biraz mənim fikrimdə bu subyektiv, uyğunsuz görürəm. O da Yol əhvalatı filmindəki gürcü aktyor. Qalan hər bir adamı mən uyğun görürəm. Mən elə bütün filmlərimizdə bizim aktyorları uyğun görürəm. Valantirin yerinə çəkilə bilərdi. Amma Rasim Ocaqov hamıya eyni gözlə baxırdı. Onu xoşlayırdı. İlyavanı dəvət elədi. Bəyəm İlyavanı oynayan aktrisamız yox idi. Kalyagin İstintaqda. Bəli, İstintaqda Kalyagin. Necə gözəl oynayıb. Təbii ki, Səməndər Rızayev səsi də o rolu gücləndirib. Səməndər də oynaya bilərdi. Bizdə Valantiri Şahmar Ələkbərov oynaya bilərdi. Hamlet Xanzadə oynaya bilərdi. Həsən Ağa Turabov. Bu rejissor belə görüb, belə də çəkib də. Ancaq onlar da onun haqqını veriblər. Veriblər. Çünki onlar özləri də balaca aktyordur. Çox veriblər. Bu günləri Moldova deyiləndə mən birinci Valantir mən yadıma düşür. Çünki mən Moldovanın başqa heç kimi tanımıram. Həqiqətən belədir. Tutaq ki, Litva deyəndə Donatos Banionis alam gözünün qabağına gəlir. Mən oranın prezidentini tanımıram, mədəniyyətini hansı üzrünü. Çox sevirdik biz o aktyorları. Biz ümumiyyətlə SSR-də yaşayan dövrdə biz elə bilirdik ki, vətənimiz Moskvadır. Moskva sonra Bakı. Bilirdik ki, Bakı vətən. Amma daha çox təbliğ olunurdu Moskva. Hər cürə, biz nə qədər festivallara, konsertlərə getmişəm, mən orada şeir demişəm, birinci kursda aparıblar. Yəni, Səməd Vurğunun El bilir ki, sən mənimsən, yurdum yuvam məstərimsən. Onun rus variantını mən Moskvada demişəm səhnədə. Yəni, birlik var.